Həbsdə olan iş adamı Samvel Karapetyan Ermənistanın baş naziri postuna namizəd kimi irəli sürülüb. Onun namizədliyi ölkədə fəaliyyət göstərən Güclü Ermənistan partiyası tərəfindən irəli sürülüb və Karapetyan qarşıdan gələn parlament seçkilərində məhz bu siyasi qüvvənin siyasından iştirak edəcək. Partiya rəhbərliyinin açıqlamasında bildirilir ki, Samvel Karapetyan mövcud siyasi vəziyyətdə ölkənin idarə olunması üçün alternativ lider kimi görülür və onun iqtisadi təcrübəsi, idarəçilik bacarığı Ermənistanın üzləşdiyi problemlərin həllində mühüm rol oynaya bilər. Eyni zamanda vurğulanır ki, Karapetyanın hazırda həbsdə olması onun siyasi fəaliyyətinə və seçkilərdə iştirakına hüquqi baxımdan maneə yaratmır. Məsələ Ermənistan cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Bəzi müxalifət nümayəndələri bu addımı hakimiyyətə etiraz kimi dəyərləndirir, digərləri isə həbsdə olan şəxsin baş nazirliyə namizəd göstərilməsini siyasi sistem üçün riskli prezident hesab edir. Qeyd edək ki, Güclü Ermənistan partiyası son illər sosial-iqtisadi islahatlar, dövlət idarəçiliyində dəyişikliklər və xarici siyasətdə daha praqmatik xəttin yürüdülməsi ilə bağlı çağırışları ilə diqqət çəkir. Samvel Karapetyanın namizədliyi partiyanın seçki strategiyasının əsas sütunlarından biri kimi təqdim olunur.